başlayalım. Salam dostlar. Sizə də məsləhət edirəm ki, ətrafınızda ev pişiklər, itlərin saxlanması. Mən özümə it aldım, pişik var idi. Heç vaxt ömründə etmədiyi bir şeydir. İtdən pişik, bilirsiniz ki, ay işləmə, qabaqcadan zəlzələdən xəbər verir. Zəlzələ qabaq itlərin uğultu ilə pişiklərin özünü narahat eləməsi Novostroykada yaşayanlar üçün ən azından onların narahat olması dayanmadan bilin ki, yəni bu zəlzələ ola bilər. Çünki mən yaxın zamanlarda bunu hiss edirəm deyə sizə bu barədə məlumat vermişəm dəfələrlə. Ən azından itin, pişiyin evin içində saxlayanlar uğultusundan evi dəyişmirəm deyənlər. O narahat olduğu təqdirdə heç olmasa bir gün, 2 gün Novostroykadan həyət evinə gedin, nə bilim rayona gedin. Çünki onlar bir var adi narahat olmaq, bir də var ki, dayanmadan uğultuyursa, narahatsa, evin içində hər hansı bir yerlərdə gizlənməyə yer axtarırsa, bilin ki, oradan da zəlzələdən xəbər verir. Çünki güclü büyük bir zəlzələdən mənim ürəyimdə damıbdır, bilirəm ki, mən bunları aldım ki, o günlərə mənə xəbər versin deyə. Zarafat eləmirəm, doğrudan doğrudur deyirəm. Bunlar indidən vururlayırlar. Hey, dalaşmı?